Niyə bəzi insanlar zəngin olur, digərləri isə yoxsul qalır? Napolyon Hillin Düşün və Varlan əsəri bu sualın cavabını aydınlaşdırmağa çalışır. Müəllif uğur və zənginliyin təsadüfi olmadığını, əksinə müəyyən düşüncə tərzi və prinsiplərin tətbiqi ilə əldə olunduğunu vurğulayır. Kitabda Hill zənginliyin əsasının güclü arzudan, dəqiq məqsəddən və bu məqsədə çatmaq üçün planlı hərəkətdən ibarət olduğunu qeyd edir. O, uğurlu insanların həyat və təcrübələrini araşdıraraq, onların ortaq xüsusiyyətlərini və düşüncə modellərini təhlil edir. Əsərdə pozitiv düşüncənin, inamın və davamlılığın əhəmiyyəti vurğulanır. Hill uğura aparan yolun qarşısına çıxan maneələrin əslində insanın öz düşüncə tərzindən qaynaqlandığını bildirir. Napolyon Hill deyir ki, zənginliyin başlanğıcı güclü arzudur. Sadəcə istəmək kifayət deyil. Arzu o qədər güclü olmalıdır ki, o sənin məqsədinə çevrilsin. Öz arzuna və bacarığına inanmalısan. Uğura çatmaq üçün əvvəlcə zehni şəkildə özünü zəngin görməlisən. Beyin dediyinə inanırsa, onu gerçəkliyə çevirəcək. Arzunu hər gün təkrarlamaq, onu şuuraltına yerləşdirmək, uğur üçün zehni proqramlaşdırmadır. Hill bunu zənginliyin zehni əkin prosesi adlandırır. Zənginlik ümumiyyətlə diplomla deyil, praktik və faydalı məlumatla gəlir. Uğurlu olmaq üçün sən öz sahənin ustasına çevrilməlisən. Bir məqsədin varsa, onun üçün plan qurmalısan. Uğursuzluq planın olmamasından və qərarsızlıqdan qaynaqlanır. Qorxu, şübhə və tərəddüdlər insanın yolundakı ən böyük maneələrdəndir. Hill bunu qorxularla necə mübarizə aparmağın yollarını da izah edir. Uğurlu olmaq üçün sənə güclü bir komanda, səni anlayan dəstək olan insanlar lazımdır. Tək başına hər şeyi bacarmaq mümkün deyil. Zənginlik təkcə pul deyil. Hillin fikrincə zənginlik yalnız pulla ölçülmür. Daxili rahatlıq, sevgi, sağlamlıq və bilik də sərvətin formalarıdır. Müəllif həmçinin zənginliyi yalnız maddi deyil, mənəvi və intellektual inkişafla da bağlı olduğunu qeyd edir. O, insanın öz potensialını dərk etməsinin və bu potensialı reallaşdırmaq üçün əzmlə çalışmasının vacibliyini önə çəkir. İndi bilirik ki, zənginlik və uğur düzgün düşüncə tərzi, məqsədyönlü fəaliyyət və davamlılıqla əldə olunur.